Qurban bilmirəm, çox da danışmaq başlamışsınız, amma bu gecə mütləq sizin çıxışınız lazımdır. Tərifləməsən də gələcəkdim məş danışmaqlarım o gecə aydı. Dostlar, hər birini salamlayıram, axşamınız xeyir olsun. Xoş sizləri burada görmək. Bəzi mətbuat konferanslarında hamınızı görmürəm, amma görmədiyim insanları, görmədiyim şəxsləri burada görürəm və çox xoşdur, xoş gəlmişsiniz. İlk dəfədir ki, Gözəl bəy, siz bugün biz çempionluğumuzu burada qeyd edirik. İnanın ki, bir o qədər də asan deyil mənim üçün, çünki belə bir rəhbərin komandadan getməsi, ümumiyyətlə getməsi bizim üçün heç də asan deyil. Biz bu klubun qurucusunu itirdik, biz bu klubu sevən bir insanı itirdik və ümumiyyətcə həmişə mən dəfələrlə bildirmişəm ki, bu insanın qədrini mən həmişə ömrün sonuna kimi biləcəm. Niyə? Çünki hər bir insana dəyər vermək, belə deyək, hər kişinin işi deyil. Yəni, ümumiyyətcə gərək, bəzən mən də yanıla bilərəm, bəzən mən də səhv edə bilərəm, amma bir işgüzar bir insana dəyər vermək, dediyim kimi, hər bir olmuş işi deyil və bu insan həmişə bu klubun arxasında olub və mənim arxamda olub, mənim yanımda olub və həmişə mənə sərbəstlik verib və belə ümumiyyətlə Tahir bəy Gözəl bəy haqqında biraz məlumat verdi. Məncə əlavə şey ehtiyac yoxdur. Sadəcə mən öz fikirlərimi bildirmək istəyirəm. Dediyim kimi, Allah rəhmət eləsin və ömrünün sonuna kimi mən onu yaddan çıxarmayacağım və inanın ki, mənim ona olan hörmətim hədsiz idi. O qədər idi, heç onun belə sözlə ifadə edə bilmərəm. Və bugün qeyd etdiyim kimi, ilk dəfədir ki, Gözəl bəy, siz biz çempionluğumuzu burada biz sevinmək istəyirik çempionluğumuza, amma bundan əlavə bəzi məqamlar var ki, biz həmişə bunu qeyd eləməliyik və burada deməli, nə cür sistem qurulubsa, şükürlü olsun Allah, elə də sistemimiz davam edir və nə cür ki, onun iş prinsiplərində o sistem qurulubsa və bu bizim klubun futbol tərəfində də belə bir sistem qurulub və çalışırıq ki, günü-gündən daha da yaxşı olmağa, günü-gündən daha da elimizi, savadımızı artırmağa, keyfiyyətimizi daha da yaxşılaşdırmağa, amma hər bir halda bizim problemlərimiz olur. Yəni, futbol bir kollektiv oyundur. Bəzən bizim istədiyimiz kimi tam qaydasında eləyə bilmərik. Çünki fərqli-fərqli insanlar, fərqli-fərqli düşüncələr, fərqli-fərqli qabiliyyət. Mən həmişə bildirirəm ki, bir ailədə valideyn həmişə istəyər ki, övladlarının səviyyəsi, elmi, bacarığı, qabiliyyəti eyni olsun. Amma hətta bu ailədə bu mümkün deyil. Və o ki, qaldı futbolda, hansı ki, belə bir kollektiv oyunda, bəzən bir insandan, bir futbolçudan daha çoxunu götürürük, daha faydasını götürürük. Amma eləsi olur ki, ondan çox şey gözləyirsən, onu əldə edə bilmirsən. Buna görə nə ilə bitirmək istəyirəm fikrimi və sizlərin hər birinizə biz hörmətlə yanaşmışıq və görün qeyd elədi, tərif etmək, inanın ki, mənim tərifdən xoşum gəlmir, düzüm deyim. Əvvəllər çox xoşdurdum, futbol oynadığım vaxtlar, amma indi bir o qədər xoşlamıram. Çünki istər-istəməz sizlərə də belə suallar olacaq ki, niyə Qurbanı çox tərifləyirsiniz? Və söz verməyi bilirsiniz, mən ümumiyyətlə nəticə üçün söz verməyi xoşlamıram, amma həmişə bildirmişəm ki, mən öz azarkeşlərimizə də, sizlərə də bir Azərbaycanlı kimi, bir vətənpərvər kimi, bir futbolu çox sevən bir insan kimi mən həmişə öz işimin başında məsuliyyətlə çalışmağa çalışmışam və bundan sonra da çalışacağım ki, belə olun və məsuliyyətimi artırım. Amma mən özüm heç vaxt öz işimdən razı qalmamışam, mən özüm heç vaxt öz komandamın nəticələrindən razı qalmamışam və onlardan daha artırını, daha yaxşısını tələb eləmişəm. Şükürlü olsun Allah, bugün ümumi götürəndə bugünkü günə kimi etdiklərimizdən ümumən razıyam, amma futbolçularımdan daha artırını tələb edirəm.
Qaldı digər məsələlərə, ola bilər hansısa bir suallarınız olsun, ola bilər nəsə bir fikirləriniz olsun. Tahir bəyin dediyi kimi biz hər birinizə hörmətlə yanaşacağıq və yanaşmışıq da. Və bilmirəm, bəlkə də biraz çox danışdım. Biz də buradayıq. İnşallah nə suallarınız olsa hazırlıq cavab verməyə. Sağ olun. Təşəkkür edirəm. Əlbəttə ki, suallar olacaq. Hamıya, yəni bütün jurnalistlər